Xəzər dənizi dünyanın ən böyük gölü adını alan su hövzəsidir. Lakin zaman keçdikcə o bu adı itirə bilər. Buna səbəb dənizin getdikcə dayazlaşmasıdır. Tədqiqatçılar bildirirlər ki, Xəzər dənizi yaxın 5-10 il ərzində sürətlə kiçiləcək. Bu hadisəni onlar 20-ci əsrdə sürətlə quruyan Aral dənizinin taleyinə bənzədiblər. Bildirilib ki, son illər Xəzər dənizində suyun səviyyəsinin azalması istiqamətində davamlı tendensiya müşahidə olunur. Son 20 il ərzində dənizin sahildən 15-20 metr geri çəkildiyi, Azərbaycanda və sahil xəttinin 35 kilometr azaldığı Qazaxstanda ciddi dəyişikliklər qeydə alınır. Mütəxəssislər bildirirlər ki, Xəzər dənizində suyun azalmasının canlı ekosistemə ciddi təsirləri ola bilər. Gəmilərin yük daşıma qabiliyyəti azalar, bəzi ərazilərdə isə hərəkət imkanları məhdudlaşa bilər. Bu isə daşınma xərclərinin artmasına, yük dövriyyəsinin azalmasına və tranzit gəlirlərinin müəyyən qədər aşağı düşməsinə səbəb ola bilər. İkinci mühüm istiqamət liman infrastrukturu ilə bağlıdır. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər sahil obyektləri gələcəkdə əlavə dərinləşdirmə işlərinə və yeni investisiyalara ehtiyac duya bilər. Bu isə dövlət-özəl sektor üçün əlavə maliyyə yükü yaradır. Görünən budur ki, Xəzər dənizinin qurumasının ciddi problemləri yarana bilər. Çünki o, canlı ekosistemlə zəngin bir su hövzəsidir. Dünyada ağ balığın 70%-i, qara kürünün demək olar ki, hamısı Xəzəryanı dövlətlərin hesabına istehsal olunur. Ekspertlər bildirirlər ki, Xəzərin qayğısına qalmaq lazımdır. Əks halda isə bu nəhəng göl getdikcə dayazlaşa və qeyd olunan problemlərin yaranmasına gətirib çıxara bilər.